Məlumat verdiyimiz kimi mobil rabitə operatoru Azercell 2025-ci il iyulun 1-dən etibarən fakturasız nömrələr üçün yeni aktiv qalma müddəti qaydalarını tətbiq edəcəyini açıqlayıb. Bu dəyişiklik sosial şəbəkələrdə geniş rezonans doğurub və bir sıra istifadəçilər yeni şərtlərlə razı olmadıqlarını bildiriblər. Mövzu ilə bağlı Sorğu TV şəhər sakinlərinin fikrini öyrənib. Sakinlər yeni tariflərlə razı olmadıqlarını və bu səbəbdən Azercelldən imtina edərək digər mobil operatorlardan istifadə edəcəklərini bildiriblər. Onlar qiymətlərin büdcələrinə uyğun gəlmədiyini və yeni şərtlərin haqsız olduğunu bildiriblər. Bəzi vətəndaşlar isə bu qərarı açıq şəkildə biabırçılıq adlandırıblar. Azercell mobil internet tariflərini də dəyişəcəyini elan edib. Təkliflərinə baxıram və qonşu ölkələrlə müqayisə edirəm. Yetərincə bahadır və bu başqa bir müzakirə mövzusudur. Maraqlı məqam odur ki, bu dövlət şirkətinin təqdim etdiyi internet paketləri aylıq adı ilə satılır. Ancaq əslində bu paketlər 30 gün yox, cəmi 28 gün keçərlidir. Bu, Azercell tərəfindən təklif edilən yeni innovasiyadır. Əvvəllər belə hal müşahidə etməmişik. Nə deməkdir bu? Sadə hesablama göstərir ki, bu qayda ilə müştəri ildə 12 dəfə yox, 13 dəfə ödəniş etməyə məcbur olunur. Yəni ildə 12 yox, 13 aylıq internet paketi alınmış olur. Bu isə az da olsa hər istifadəçidən əlavə qazanc əldə etmək deməkdir. Kiçik görünən bu rəqəm milyonlarla istifadəçidən toplananda şirkət üçün milyonlarla əlavə gəlir deməkdir.